Hər vaxtınız xeyir olsun. Bugün sizə təmirini bitirib təhvil verdiyimiz növbəti mənzili təqdim edirəm. Balaca bir mənzildir. Necə təmir eləmişik, nə işlər görmüşük, onu sizin nəzərə çatdıracağam. Siz də videonu sona qədər izləyin və fikirlərinizi də bizimlə bölüşün. Bir yerdə müzakirə eləyək, görək nə var, nə yox. Siz nəyə bəyənmisiniz, nəyə bəyənməmisiniz? Təbii ki, sizin fikirlər də bizim üçün çox önəmlidir. Balaca bir mənzil, 55 kvadrat ölçüsü var. 2 otaqlıdır amma. Qanuni 2 otaqlıdır. Digər binalarda bilirsiniz, bu proyektlər bir otaq olur, amma bu binada bu mənzil qanuni 2 otaqdır. Nə eləmişik, onu göstərim sizə. Elə başlayaq bu gözəl qonaq otağından. Qonaq otağının ölçüsü 17 kvadratdır. 17-18 kvadratdır, yəni çox da böyük deyil. Burada nə işlər görmüşük? Deməli, pəncərələrdən başlayaq. Mənzildə ümumilikdə 3 pəncərə vardı. 2 böyük, bir balaca pəncərə. Orada deməli, taxta jalüzlərdən istifadə eləmişik. Eyni zamanda pərdə dekorlar, yəni çalışmışıq biraz ənənəvi mənzillərdən biraz dizayn olaraq fərqli bir şey ortaya çıxardaq. Bir pəncərə də buradadır, görürsünüz. Burada da eyni qayda ilə jalüzdən istifadə olunub. Qonaq otağının bu hissəsində bir girinti var idi, belə deyək. Burada belə bir şkaf yığmışıq və İçində də güzgülərdən istifadə olub. Müəyyən qədər otaq dediyim ki, balaca olduğuna görə biraz genişlik yaratmaq məqsədi ilə biraz belə deyim, xırda nüanslardır, amma ümumilikdə fərqli görünüş ortaya çıxa bilir. 6 nəfərlik masanı yerləşdirmişik bu hissədə. Rəngləri də çalışmışıq ki, tam olaraq bir-birinə uyğunlaşdıraq. Yəni divanın rəngi, masa, polu, deməli parketdən istifadə eləmişik. Tabloya kimi çalışmışıq, rənglərin harmoniyasını tuta bilək, bilmirəm nə dərəcədə alınıb, onu siz yazacaqsınız, biz də bir yerdə müzakirə eləyəcəyik, belə bir tablomuz da yerləşdirilir. Burada divarlarda emulsiyadır, onu nəzərə çatdırırım. Bu hissəyə TV stendi yerləşdirmişik, deməli sol hissəsində burada şkaf yığmışıq, tam axıra kimi, eyni zamanda bu hissəsi də şkafdır, yəni burada əşya yerləşdirmək üçün bu hissəyə deyim ki, mebellər membrandır, televizor burada yerləşdirilib, kondisioneri quraşdırmışıq. O hissədə qeyd elədim, divarlar emulsiyadır. Tavan hissəni ümumi olaraq göstərirsə, bu hissədə spot yerləşdirmişik, eyni zamanda burada da var. Mərkəzdə lüstur və gizli profildən istifadə eləmişik, kölgə profil deyirlər, hərə bir cür adlandırılır. Yəni orada da gizli işıq var. O da, belə deyim, ümumi görünüşə əlavə modernlik qatır, belə deyim. Qonaq otağı budur. Keçək, mən digər hissələri göstərim, otaqları göstərim. Bura bizim giriş hissəmizdir. Deməli, giriş qapımız burada yerləşir. Burada deməli, girişdə daxil olduqda sol tərəfdə belə bir böyük güzgü yerləşdirmişik. Dediyim kimi, mənzil ümumilikdə balacadır, giriş də balaca olduğu üçün çalışmışıq o genişlik hissini çatdırmağa. Onun üçün solda böyük, tam axıra kimi güzgümüz yerləşdirilib. Yəni bunun eni 1 metr 10 santimetr, hündürlüyü isə 3 metrə yaxındır. Döşəmə qranitdir ümumilikdə. Üstü döşəmə ilə təchiz eləmişik. Yenə burada dizayn olunmuş tablomuz və bunun bu hissəsində, demək girişdə bu hissədə yenə divarçı şkaf yığmışıq. Yəni bu olmayıb. Yəni proyektdə bu yox idi, sadəcə bunu sonradan yaratmışıq bu hissədən kəsərək ki, paltar, ayaqqabı qoymağa ümumiyyətlə mənzildə yer olsun giriş hissədə. Ona görə bu yığılıb və güzgüdən istifadə eləmişik. Yenə ilə dediyim kimi genişlik hissi yaratmaq üçün həm o qapıdan daxil olanda, həm də burada hərəkət edəndə onu hiss elətdirə bilək. Burada yerləşir mənzilin yataq otağı yerləşir, belə deyim. Pəncərələr ümumilikdə eynidir, otaqlarda görürsünüz. Burada da taxta jalüzdən istifadə eləmişik. Dekorlarımız taxtı yığılmışıq hazırdır. Yəni bütün əşya yerləşimi biz tərəfdən olunub. Və dediyim kimi burada proyekt fərqlidir. Qapı bu hissədə idi. Taxtın yeri bu hissədə nəzərə alınmışdı. Biz tamamilə dəyişmişik. Qapının yeri də dəyişilib. Burada deməli make-up düzəldilib. Yenə güzgü, kondisioneri kimi yerləşdirilib. Bu hissə şkaf və burada 4 qapılı şkaf yığılmışıq. Dərinlik də çox kifayət qədər geniş qoymuşuq ki, bütün paltar, hər bir şey tam olaraq yerləşsin. Və burada da deməli taxtın arxasında işləmişik, dekor güzgülərdən istifadə eləmişik, panellər.
Təkcə işığımız belə taxta yığılıb otağın ölçüsünə uyğun. Yəni balaca ev olduğu üçün çalışmışıq ki, əşya yerləşimi tam ideal səviyyədə olsun. Yəni hərəkətə mane olmasın, belə deyim, rahatlıq olsun. Burada deməli mənzilin sanitar qovşağı yerləşir. Burada dediyim kimi balaca idi, təxmini 2 kvadrat yarımdır. Amma görürsünüz bütün aksesuarları, hər bir şey tam olaraq yerləşdirmişik. Duş kabini yığılıb, 80-in 1-ədir. Boydadır, böyük ölçüdə, yəni balaca deyil. Divar içi unitazdan istifadə eləmişik. Yuxarı hissəsində nişası. Yəqin ki, qranit seçimi də gözəldir. Yəqin ki, sizin də xoşunuza gələr. Burada təbii ki, isti döşəmədir. Və keçək mən sizə və giriş hissədə burada deməli, girişdə də eyni ilə tavanda kölgə profillərdən istifadə eləmişik. İşıqlandırmasına spotlar, belə bura işıqlarımız var. Elektrik qutularını orijinal Panasonic'dir. Və burada da yerləşir mənzilin mətbəxi. Mətbəxin də ölçüsü 7 kvadrat yarımdır. Yəni o kvadratda belə bir mətbəx ortaya çıxarmışıq. Mətbəxi belə yığmışıq. Tam axıra kimi şkaflar da çoxdur. Bir də göstərim. Yəni dərinlik də yaxşıdır. Yuxarı hissələr də eyni ilə şkafdır. Və üstü və sinəli hissəsindən mərmərdən istifadə eləmişik. Qaz peci, aspirator, sobası, bunlar hamısı yerləşdirilib. Bu hissədə soyuducu üçün yer ayırmışıq. Və eyni zamanda soyuducunun yuxarı hissəsində də şkaf yığılıb ki, əşyalar tam rahatlıqla yerləşsin. Və təbii ki, burada isti döşəmə ilə təchiz olunub. Və buradan da mənzilin eyvanına çıxış var. Belə, mən mənzildə olan, yəni gördüyümüz işləri qısa olaraq çalışdım ki, sizin nəzərinizə çatdırım. Mənzilin təmiri, əşya yerləşimi biz şirkət tərəfindən həyata keçirilib və sahibinə təhvil verilib. Bu qədər. Bəyəndisə və yaxud bəyənmədisə videonun altından qeyd eləməyi unutmayın. Təşəkkürlər.